Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının qərarı ilə 2026-cı il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib. Bu barədə Nazirlikdən məlumat verilib. 2026-cı il üçün iş vaxtı normasında qeyd edilir ki, Əmək Məcəlləsinin və Nazirlər Kabinetinin 2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramlı günlərinin müəyyən edilməsi haqqında 2025-ci il 2 dekabr tarixli 362 nömrəli qərarına əsasən 2026-cı ildə bu günlər iş günü hesab edilmir. 1-2 yanvar Yeni il bayramı, 20 yanvar Ümumxalq Hüzün günü, 8 mart Qadınlar günü, 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 20-21 mart Ramazan bayramı, 9 may faşizm üzərində qələbə günü, 27-28 may Qurban bayramı, 28 may Müstəqillik günü, 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş günü, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, 8 noyabr Zəfər günü, 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü. Əmək Məcəlləsinin və Nazirlər Kabinetinin qərarına uyğun olaraq 2026-cı ildə 5 günlük iş həftəsində 9, 25, 26, 27 və 30 mart, 11, 29 may, 10 noyabr tarixləri, 6 günlük iş həftəsində 25, 26 mart, 29 may və 10 noyabr tarixləri istirahət günləridir. 2026-cı ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir. 2026-cı ildə 5 günlük iş həftəsində 241 iş günü hesab edilməyən 107 istirahət günü, iş günü hesab edilməyən 19 bayram və 1 ümumxalq hüzün günü var. Ölkəmizdə gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq 2 istirahət günü olan 5 günlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. 2026-cı ilin iş vaxtı norması 40 saatlıq 5 günlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman iş günü hesab edilməyən bayram qabağı, səs vermə, habelə ümumxalq hüzün günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti 1 saat qısaldılır. Qanunvericiliyə uyğun olaraq 2026-cı il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1922 saat təşkil edir. 6 günlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2026-cı ildə 5 günlük iş həftəsi üzrə hesablanmış 1922 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.